Gələcəyin ən tələb olunan peşələri hansılardır? Sizcə uşaqlar bu tələb olunan sahələrdə çalışmaq üçün nədən başlamalıdırlar? Cavabı çox sadədir. Scratch. Scratch sadəcə uşaqlar üçün əyləncəli bir platforma deyil, həmçinin gələcəkdə peşəkar mühəndis olmaq üçün ilk addım sayılır. Bəs ilk addım sayılan Scratch niyə bu qədər önəmlidir? Scratch gələcəyin peşələrinə hazırlıq üçün mükəmməl bir başlanğıc təqdim edir. Bu platformada yalnız oyunlar yox, həmçinin animasiyalar yaratmaq olur, sadə tətbiqlər düzəltmək olar. Məsəl üçün, kalkulyator və s. Həmçinin bu platformada tələbələr öz obyektlərini idarə edə bilərlər. Onların kostyumlarını dəyişə bilərlər, müxtəlif dizaynlar tətbiq edə bilərlər. Bununla da tələbələr sadə, amma önəmli bacarıqlar əldə edirlər. Ən əsası, Scratch ilə tələbələr gələcəkdə tələbatlı olacaq sahələrə hazırlaşa bilərlər. Məsələn, süni intellekt, proqramlaşdırma və s. Bu qısa araşdırmamızın sonunda anlayırıq ki, gələcəkdə peşəkar mühəndis olmaq üçün Scratch bilmək çox önəmlidir.